Allah qiyamətdə ki, gedirdim bu qədər, heç oldu bir dəfə qapıda dayansınlar, desinlər günahkarlara olmaz. Yox. Günahkar ola bu qapıdan rahat keçirdim, bəs niyə getmirdin ora? Bir halda ki, mənim kimi günahkarı bura buraxırlar, bir dəfə də demədilər ki, olmaz, sən hara imamsın, hara? Vallah, billah bizim yerimiz deyil, ora lütfün böyüdü ki, məni buraxırlar ora, vallah belə. Başqa cür hesab eləsələr, qapısının kəndi, bura dəyərsiz yer deyil ki, bura hamını buraxaq. Dəyərlidir, amma hamını buraxırlar. Məsələ var bunda, İmam Hüseynin əzəməti bunda. Allah deyəcək, günah eləyə, ən gözəl halları sənə yaşatmadım. 2-3 nəfər də olsa deyir, həftədə bir dəfə bir yerdə oturun, bir dənə müsibətin yad eləyin, ürəyiniz qəmlənsin. Bu sizdə elə bir hallar yaradacaq ki, heç yerdə onu tapa bilməzsiniz siz. Allah fəxr eləyəcək sizlə. İmamlar deyir ki, biz siz bir yerə toplaşıb bizi yad eləyəndə sizin ətrinizi sevirik biz, ətrinizi. Sizə aşiq etsin o məclislərimizə.